Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Ve ala alihi tahirin. Ve la'netullahi ala a'daihim ecma'in. Həzrət buyurur ki, namaz Allahla insanların müzakirəsi və söhbətidir. Namaz insanların tərəfindən Allaha dərin və səmimi təşəkkürdür. Namaz insanların Allaha nisbət ədəbi və hörmətidir. Namaz İslamla küfrün arasında sərhəddir, fasilədir, pərdədir, teldir, simdir, mərzdir. Namazla insan özün müsəlmanlara qoşa bilər. Namaz qılmamağına kafirlər dərgəsində otura bilər. Namaz çox gözəldir. Xüsusilə vacib namazlarda cemaat namazı, xüsusilə müstəhəbbi namazlarda xəlvət və qaranlıq yerlər, xüsusən gecə yarısı. Bax, bunlar bir müminin ürəyinin təmizliyinin əlamətidir. Bunlar düz, lakin şeytan ki and içir Allaha ki ilahi لَاُغْذِيَنَّهُمْ əzmə'in mən sənin yaratdığın insanların hamısını yoldan çıxardacağım və qoymayacağım 5%'ın sən salamat aparasan cənnətə. O şeytan xalq təcdə eləyəndə hədislər buyurur, o ağlayır. Möminlər düşür namaz qılmağa, şeytan ağlayır. Nəyə görə? Deyim, mən səddi hədisdir bu, usulü kafidə. Buyurur, mən səddi eləmədim, amma bu səddi eləyir. Onun səddəsinə bu yanır, ot olur, kül olur. Çünki bilir ki, indi o şeytan baxır görürsən, 1000 rəkətdə namaz qılırsan, heç səni nə qoymursan, vəsvəsə olasan, nə hiss eləyəsən ki, yorulubsan, nə əncün yorulur, nə qolun yorulur, nə qıçın yorulur, nə səddədən yorulursan, nəyə götürsəndən işi yoxdur. Çünki bilir ki, onların xeyri yoxdur. Onların hamısı bir şərtinə qəbuldur. O da vilayətdir. Bax, Quranın ayəsində, Təkasür surəsində oxuyuruq. Sümmə lətus'əlunnə yevməizin anin nə'in. Bunu hamı eşidir, hamı oxuyub Quranda. Təkasür surəsində deyir, qiyamətin günündə insanları saxlayacaqlar, nemətlərdən soruşacaqlar. Maraqlı burasıdır. Əbu Hənifə deyir, mən getdim İmam Sadiq əleyhissalama, çünki onun sinifində oxuyurdu, onun tələbəsi idi da, yəni Əbu Hənifə İmam Sadiq əleyhissalamın tələbəsi idi. Deyir, mən getdim Həzrətin yanına ki, bu ayəni soruşum ki, hansı nemətdən soruşacaqlar? Nə'im, nemətlər deməkdir. لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ nemətlərdən soruşacaqlar. Gedim görüm, Həzrət necə təfsir eləyir bu ayəni? Gəldi Həzrətin yanına, dedi, ağa, bu ayənin təfsirin istəyərdim ki, sən mənə buyurasan. Həzrət də sualı qaytardı onun özünə. Dedi, Əbu Hənifə, səncə qiyamətin günündə nemətlər soruşulacaq hansı nemətlərdir?
Əbu Hənifə deyir, mən başladım, dedim, ağa, su, çörək, Allah bizə nemətlər verib, buğdalar, arpalar, saydım bunlardan. Dedi Əbu Hənifə, nəhnu əhlul beyt, ən-nəimul-ləzi ən'aməllahu bina aləl-ibad. Biz üçün nemət və qiyamətin günündə Allah bizi soruşacaq bizdən və o birisi nemətlərində hamısın ən'aməllahu bina aləl-ibad. Allah bizə görə o birisi nemətləri də verir. Ondan sonra Həzrət buyurdu ki, və bina-i etələfu bə'də ən kanu muxtəlifin. Allah bizə görə insanları bir-birinə yaxınlaşdırdı və ürəklərin yaxın elədi bir-birinə. Halbuki bunlar ayrıydılar bir-birindən, ixtilaf eləmişdilər. Və bina əlləfəllahu beynə qulubihim və cəaləhum ixvana. Və bizim vasitəmiz ilə Allah müminləri bir-birinə qardaş elədi. Və bina hədahumullahu lil-İslam. Və bizə görə və bizim vasitəmizlə insanları Allah İslam'a hidayət elədi. Və huvə ən-nəbi və itrətuh. Nemət huvən nəbi və itrətuhu. Peyğəmbər və Peyğəmbərin əhl-i beyti nemətdir.